təyyarə sürücüləri, kamikadzelər havaya qalxan dəqiqədən öz həyatları ilə əbədi vidalaşırdılar. Onların təyyarələri heç məşinə geri qayda bilməzdi. Sifətləri nə dəhşətlidir. Təyyarələrə benzin tökülmürdü. Kamikadzelər təyyarələrdə minərkən torpaqdan əbədi ayrılırdılar. Onlar bilirdilər ki, bir də heç vaxt bu torpağı görməyəcəklər, bir də geri dönməyəcəklər. Məndə qəribə bir həvəs oyandı. Uşaq kimi onu qucaqlayıb öpmək istədim. Amma həyatımda ikinci dəfə, uzun illərdən sonra o axşamki kimi yenə də öpmədim. Kamikadze qəribədir. Lap familiyaya oxşayır. Ha? Salam. Hoş gördük. Salam Nərgiz. Hoş gördük. Yaxşı film doktor. Pis deyil. Nərgizi güclə çıxarmışam evdən. Evdə işim gücüm tökülüb qalıb yapışıb ki gedək kinoya. Bura bax da, bu qız kimdir? Sonra. Səni bir də kinoya apararam. Televizorla baxaram. Bir adamla gəzib eləmirsən, yersiz sualdırsa məni bağışla. Yox. Yəni demək istəyirəm ki, xasiyyətimdir. Hərdən hərinin yerinə yox deyirəm. Ola bilər. Mən də bir dəfə yox deməliydim, dedim, hə? Bələd olduğun şəhərə, amma elə biləsən qonaqsan, yad yerə düşmüşsən, qəribədir. Bəlkə içək? Yox, bu olmadı. Sənin sağlığına. Çox şadam ki, sən gəlmişsən. Heç bilirsən, Camalın işi nə çətindir? Çox ağır işdir. Hərdən yazığım da gəlir ona. Amma öz işindən razıdır. Deyir ki, bu işi heç bir işlə dəyişmərəm. Doğrudan da kiçik məsələ deyil, böyük bir dövləti təmsil edir. 7 dil bilir, ziyafətlər, rəsm görüşlər. Heç vaxtımız qalmır ki, biz onunla... Xoşbəxt kişinin xoşbəxt arvadı. Sənə elə gəlir?
Məşhur rəssam tanıyırsan Kavalkanti. Eşitmişim. Necə meyir? Qulaq as. Dava vaxtı Almanlar Fransanı zəbt eləyəndə onun işləri itir. Bütün ümidini itirən rəssam 20 ildən sonra onları nəhayət tapar. Ona elə gəlib ki, gəncliyi qayıdıb. Güya deyirmiş ki, itən əsərləri bütün bu vaxtı yuxusuna girib. Sən də mənim yuxuma girirdin. Sən, içəri şəhər, oxuduğumuz illər. Əgər mən indi həmin o illəri bir də təzədən yaşasaydım. Ölürəm də dənizdə. Bizim bu kimsəsiz çimərliklərimiz üçün elə darıxıram ki, imkanım olsaydı bütün günü dənizdə çimərdim. Ayaq yalın sahildə gəzərdim. Ayağımın biri suda, o biri qumluqda. Hey atılıb düşərdim. Nöqtələr, nöqtələr, nöqtələr. Nə istərdim? Gecələr sahildə tonqal qalamaq. Turnalara yol göstərmək üçün? Bilmirəm. Bir də sahildə ağata minib, elə hey çapmaq. Arzuya bax sevgilim.